Aparıcı Tarif Əliyev efir mədəniyyəti olmayan müğənniləri verilişinə dəvət etməyəcək. Bu barədə o, Tarixin bir günü verilişində bildirib. O, həmkarını da bu addımı atmağa səsləyib. Bu yaxınlarda həmkarım Zaur Nəbioğlu ilə danışdıq və belə qərara gəldik ki, efir mədəniyyəti olmayan, konsert salonlarını restoran kimi tanıyan və böyük-kiçik yeri bilməyən müğənniləri efirə çağırmayacağam. Bunu özümə söz vermişəm. Zaur da dedi ki, mən də çağırmayacağam. Bugün görürəm ki, aparıcı Elgiz Əkbər də onları boykot etməyə səsləyib. Biz boykot etməyəcəyik. Televiziya tamaşaçılar üçün fəaliyyət göstərir. Biz nə versək, insanlar ona baxacaqlar. Anam evdə nə verirsə, onu yeyirəm. Restoranda olanda fərqli yeməklər sifariş edirəm. 1-2 ay bunları verməsək, onlar heç kimin yadına düşməyəcək və televiziyalar buna öyrəşəcək. Biz bununla reyting yox, zövqlü tamaşaçı meyarını gətirəcəyik. Bu müğənnilər qoy bilsinlər ki, efir TikTok deyil. Özünə hörmət edən aparıcılar birləşərək bu işi görməlidirlər. Qoy getsinlər TikTokda trend olsunlar. Bura gəlməyin, bizdən uzaq, Allaha yaxın.